Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanmayacaq? Birinci hal bundan ibarətdir ki, müəyyən məzuniyyət dövründə xəstəlik baş verərsə, bu qayda əvvəllər də var idi, sadəcə bu siyahıda təhsil və yaradıcılıq məzuniyyəti yox idi. Yeni dəyişikliklə təhsil və yaradıcılıq məzuniyyəti də bu siyahıya əlavə edildi. İkinci halı isə sığorta olunan qəsdən öz sağlamlığına zərər vurarsa. Əgər şəxs qəsdən öz sağlamlığına zərər vurur ki, mən işə çıxmayım, mən müavinət alım, bu halda da heç bir müavinət hüququ yaranmır və həmin şəxsə heç bir müavinət ödənilmir. Üçüncü halı isə cinayət nəticəsində xəsarət aldıqda, əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi şəxsin törətdiyi cinayət nəticəsində baş verərsə, bu halda da həmin şəxsin heç bir müavinət almaq hüququ yaranmır və ona heç bir müavinət də verilmir. Dördüncü hal isə fərdi sahibkarlarla bağlıdır. Muzdlu işə aid olmayan fəaliyyətlə məşğul olan şəxslər bu üç halda onlara heç bir müavinət hesablanmır. Birincisi budur ki, son 4 ilin ən azı 6 ay üzrə sosial sığorta haqqı ödənilmədikdə, müavinətlərin hesablanmasında sığorta stajından artıq istifadə olunmur, amma müavinət hüququnun yaranması üçün, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hüququnun yaranması üçün ən azı 6 ay sığorta stajı olmalıdır. Birinci hal bundan ibarətdir ki, son 4 ilin ən azı 6 ayı üzrə sosial sığorta haqqı ödənilmədikdə. İkincisi isə xəstəlik tarixində sosial sığorta üzrə borc olduqda. Üçüncüsü isə fəaliyyətin müvəqqəti dayandırıldıqda. Tutaq ki, şəxs, fərdi sahibkar xəstəlik tarixindən əvvəl vergi orqanına müraciət edir və fəaliyyətini rəsmi qaydada müvəqqəti dayandırır. Bu halda ona heç bir müavinət hesablanmayacaq, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı.